Salam əziz altıncılar, yəqin ki məktəbdə artıq ikinci summativi yazmısınız. Ola bilsin ki bu summativ çıxıb qabağınıza, ola bilsin ki müəllimlər başqa summativ gətirib. Bu summativi mən sizə iki variantda izah eləyəcəm. Hər variantda 15 sual var. Çalışın sona qədər izləyin ki, elə sualların təhlilində də nəsə məlumatlar öyrənə biləsiniz. Uşaqlar, qabaqcadan deyim ki, səsimdə biraz narahatçılıq var. Qrip olduğum üçün səs sizi narahat eləsə, üzrlü hesab eləyərsiniz. Keçək birinci sualın izahına. İbtidai metal işləmənin əsası nə vaxt qoyuldu? Metal eneolit dövründə kəşf olunub. Mis. Hətta eneolit mis daş dövrüdür. Elə metal işləmə də eneolitə aiddir. İkinci sual. Orta Tunc dövründə yaranan yeni təsərrüfat sahəsi. Dulusçuluq, toxuculuq neolitə aiddir. Maldarlıq mezolitə aiddir. Amma bağçılıq, bostançılıq, üzümçülük bunlar Orta Tunca aiddir. Üçüncü sual. Neolit dövründə insanlar heyvanları əhəlləşdirməyə başlamadılar. O mezolitə aiddir. Ox və kaman mezolit. İlk metalla tanışlıq eneolit. Amma saxsı qalb istehsalı, toxuculuq təbii ki neolit. B variantı. Dördüncü sual. Erkən Tunc dövrünə aid olanları seçin. Ata xaqanlığının yaranması və qəbirlərin üzərində kurqanların qurulması. 1-3. Toxuculuq neolit. Əsasən daş alətlərdən istifadə isə paleolit, mezolit, neolit, eneolit. Artıq erkən Tunc dövründə tunc kəşf olundu, insanlar daha çox tuncdan istifadə etdilər. Amma eneolit dövründə mis kövrək olduğu üçün yenə də əmək alətlərini daşdan hazırlamağa davam edirdilər. Növbəti sual. 5-ci sual. Ox və kaman ixtira olundu. Maldarlıq, əkinçilik yarandı. Elə maldarlıq və əkinçiliyin yaranması ilə istehsala keçidin əsası qoyuldu. A variantı. Mezolit dövründə. 6-cı sual. Mezolit dövründə ovçuluğun inkişafına səbəb olan kəşf təbii ki, ox və kaman. Yeri yumşaltmaq üçün istifadə olunan alət toxa. A variantı. 7-ci sual. Toxuculuq yarandı. Neolit. Süni suvarma, erkən tunc. Boyalı qablar, orta tunc. Kurqanlar, erkən tunc. Yəni cavab A variantı. 8-ci sual. Göstərilənlər hansı dövrə aiddir? Piktoqrafik yazı mədəniyyəti bilirsiniz ki, şəkli yazı deməkdir. Hətta son tunc, ilk dəmir dövrünün sonunda orada nə qədər qayaüstü təsvirlər var. Ayaqla hərəkətə gətirilən duluz çarxı da son tunca aiddir. Dulusçuluq əslində neolitdən etibarən var idi. Amma daha çox məhsul istehsal etmək üçün duluz çarxını yaratmışdılar. Üçüncü ictimai əmək bölgüsündə isə ticarət, tacirlər qrupu ayrılmışdı. Yəni hər üç məlumat son tunc, ilk dəmir dövrünə aiddir. 9-cu sual. Əliköməktepe yaşayış məskəninin yerləşdiyi rayonu tapın. Əliköməktepe yaşayış məskənində eneolit dövrünə aid yaşayış məskənləri tapılıb. Əliköməktepe də Cəlilabad rayonunda yerləşir. Burada abidə göstərilmişdi yaşayış məskəni. İl isə eneolit dövrünə aiddir. Rayon isə Cəlilabad. 10-cu sual. Yanlış variantı seçin. Mis daş dövründə insanlar ölülərin üzərində bəli, qırmızı boya çəkirdilər, oxra səpirdilər. Eneolit dövründə mis daş. Orta Tunc dövründə sənətkarlıq müstəqil sahəyə çevrildi. Bu ikinci ictimai əmək bölgüsü idi. Erkən Tunc dövründə isə əkinçilik maldarlıqdan ayrılmışdı. Birinci ictimai əmək bölgüsü. Amma B variantı burada səhvdir. Erkən Tunc dövründə qadının mövqeyi güclənmədi. Əksinə, ana xaqanlığı ata xaqanlığı ilə əvəz olundu. 11-ci sual. Eneolit dövründə baş verməmişdir. İlk metalla tanışlıq aiddir. Əliköməktepe yaşayış məskəni aiddir. Ölülərin evlərin içində dəfn olunması aiddir. Amma dulusçuluq və toxuculuğun yaranması neolit dövrünə aiddir. Keçək 13-cü suala.
Eramızdan əvvəl 3-cü, 2-ci minilliklərdə Azərbaycanın cənubunda Urmiya ətrafında yaşayan tayfalar Su, Koti, Lullubi. Yəni 2, 3, 4 A variantı. 14-cü sual. Bu hadisələr ibtidai icma quruluşunun hansı dövründə baş vermişdi? Elə 6-4-cü minillik deyən kimi tez yadımıza eneolit düşür. Hətta bu dövrdə ovçuluq və balıqçılıq ikinci dərəcəli sahəyə çevrilmişdi. Yəni insanlar öz qida ehtiyatlarını əkinçilik və maldarlıqdan təmin edirdilər. Hətta bu dövrdə ölülər yaşayış məskənində, evlərin içində dəfn olunurdu. C variantı. 15-ci sual. Bu şəklin adı nədir? Bunun haqqında ətraflı məlumat yazmalısınız. Bilirsiniz ki, burada kurqan təsvir olunub. Kurqanda tayfa başçıları, din xadimləri dəfn olunurdu. Kurqan artıq ibtidai icma quruluşunun yavaş-yavaş sona çatdığını göstərirdi. Çünki burada bərabərsizlik var idi. Artıq varlı və kasıb təbəqəsi yaranmışdı. Ətraflı ümid edirəm ki, yazmısınız bu sualı. Keçək B variantının birinci sualına. Boyalı qablar mədəniyyəti Orta Tunc dövrünə aiddir. Dulusçuluq Neolit dövründə yaranıb. Amma dulusçular öz qablarını Orta Tunc dövründə rəngləyirdilər. Amma dulusçu arxı isə Son Tunc dövrünə aiddir. İkinci sual. Toxa əkinçiliyini xış əkinçiliyi bu dövrdə əvəz etmişdi. Təbii ki, Erkən Tunc. Eramızdan əvvəl 6-4-cü minillikləri əhatə edirdi. Təbii ki, Eneolit dövrü. Dördüncü sual. Birinci ictimai əmək bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Orta Tunc dövrü boyalı qablar, Erkən Tunc dövrü isə Küraraz mədəniyyəti adlanır. 6-cı sual. Göstərilənlərin aid olduğu dövrü müəyyənləşdirin. İlk ictimai əmək bölgüsü, ilk süni suvarmanın yaranması, kişi əməyinin ön plana keçməsi, tayfaların yaranması. Hamısı Erkən Tunc dövrünə aiddir. Demək, 7-ci sual. Saxsı qab istehsalının yaranması, yəni dulusçuluq, Neolit. Əliköməkləmə yaşayış məskəni, Eneolit. İbadət evləri, Erkən Tunc. Əkinçilik və maldarlığın bir-birindən ayrılması, Erkən Tunc. 8-ci sual. Xocalıdan Assur muncuğunun tapılması, tacirlərin sənətkarlardan ayrılması, siklopik tikililərin inşa olunması. Hamısı Son Tunc ilk dəmir dövrünə aiddir. Bilirsiniz ki, Azərbaycanda yaşayan tayfalar iki çay arası ilə əlaqələr saxlayır, hətta mal mübadiləsi edirdilər. 3-cü ictimai əmək bölgüsündə isə ticarət müstəqil sahəyə çevrilmişdi. Siklopik tikililər isə tayfaların bir-birindən qorunması üçün müdafiə məqsədi ilə tikilən tikililər idi. 9-cu sual. Mis-daş dövründə əhalinin həyatı ilə bağlı qayaüstü təsvirlər var. Bəli, Eneolit dövrünə aiddir. Qayaüstü təsvirlərin bəzilərində dini ayinlər təsvir olunub. Ovsun mərasimləri əks olunub. Yəni, baxın, ova getməmişdən qabaq insanlar bir heyvan rəsmi çəkir. Güya sonra da onu ovsunlayırdılar ki, ovları rahat olsun. Yəni, cavab olacaq dini ayinlər və ovsun mərasimləri. 10-cu sual. Erkən Tunc dövrünə aid deyil. Birinci ictimai əmək bölgüsü aiddir. Əmlak bərabərsizliyi aiddir. Qəbirlərin üzərində kurqanların qurulması aiddir. Amma bağçılıq, bostançılıq, üzümçülüyün yaranması isə Orta Tunca aiddir. 11-ci sual. Düzgün fikirləri seçin. Erkən Tunc dövründə yarım köçəri və yaxud da yaylaq maldarlığı yarandı. Bəli, bu düzdür. Demirəm maldarlıq yarandı. Köçmə yaylaq maldarlığı yarandı. Orta Tunc dövrü boyalı qablar mədəniyyəti adlanır.
Bəli, bu da düzdür. Erkən tunc dövründə qadının mövqeyi zəiflədi. Xeyr, bu səhvdir. Ana xaqanlığı ata xaqanlığı ilə əvəz olundu. Erkən tunc dövründə Azərbaycanda siklopik qalalar inşa olunmamışdı. Bu son tunc dövrünə aiddir. Cavab olacaq 1, 2. 12-ci sual. Daha əvvəl baş vermişdi. Daha əvvəl. Tayfalar erkən tuncda yaranıb. Tayfa birlikləri isə orta tuncda yaranıb. Siklopik tikililərin qurulması son tunc. Qəbilələrin birləşib tayfanı yaratması erkən tunc. Boyalı qablar mədəniyyəti orta tunc. İndi hansı daha əvvəl olub? C variantı. 13-cü sual. Eramızdan əvvəl 3-cü, 2-ci minillikdə Azərbaycanda yaşayan tayfalar. Su, Lulubi, Turuki. 2, 3, 4. A variantı. Keçək 14-cü sualın izahına. Yavaş-yavaş artıq yekunlaşdırırıq. Hadisələri verib hansı dövrə aid olduğunu özümüz tapmalıyıq. Baxın, heç uzun-uzadı oxumadan bağçılıq, bostançılıq. İkinci ictimai əmək bölgüsü. Boyalı qablar mədəniyyəti. Erkən tunc dövründə yaranan bərabərsizliyin daha da artması. Təbii ki, cavab orta tunc olacaq. 15-ci sual, belə deyək də, bu sxeməsində kitabınızda var. Yəni, bütün bu hadisələr hamısı nəyə səbəb olub? Bərabərsizliyin yaranması, daha da artması, varlı və kasıbların yaranması, tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı adamların əlində cəmləşməsi və s. Bütün bunlar ibtidai icma quruluşunun dağılmağına səbəb oldu. Yəni, burada dairəvi yerdə yazmalıydınız ki, ibtidai icma quruluşu dağıldı. Uşaqlar, ümid edirəm ki, izahım sizin üçün aydın oldu tam. Növbəti izahlarda görüşərik. Kanala abunə olmağı, rəy bildirməyi, dəstək olmağı unutmayın. Hələlik.